Axşamınız xeyir qızlar. Necəsiz? Bir şükür Allaha yaxşı. Bugün sizi çöldən salamlayıram. Qızımı rəsmdən başqa kursa göndərmişdilər. Müəlliməsindən onu kursa aparmışdıq. Getdik onu həlləyib gəldik elə. İnan saat 9-da çıxdım evdən. Saat 2 idi gəlib evə çatanda. Uşaqlara yoldaşım dərs apardı. Gəlib tez-tez hazırlıq gördüm çərşənbəyə. Gəldim gördüm su da yoxdur, su da kəsilib. İnan Allah, su olmayanda özünüz bilirsiniz də, susuz heç bir təmizlik olmur. Bayramınızı təbrik edirəm. Xeyirli gəlsin bayramınız. Ruzu bərəkətli gəlsin. Can sağlığına gəlsin. Allah hər kəsin evinə ruzu bərəkət gətirsin ki, hər kəs evində süfrə aça bilsin, evlatları üçün, ailəsi üçün. Nerede çıkandı da? Nasıl? Bu ne? Falan. Hadi bunu diyelim. Efendim. Gəbir çıxın. Sularımız da kəsilib. Mən də çərşənbəyə hazırlaşıram. Ceyb yoxdur. Bakımız var, bak da balacadır. Su naporla gəlmir də, az gəlir. Düyü baxlamasının şərbətini hazırlayacağım. Sonra axşama ləvəngi pişirəcəm inşallah. Tez-tez hazırlayayım. Su da gəlməyəndə hər yer qarışır. Siz də bilirsiniz, susuz heç nə eləmək olmur. Mən tez bunları hazırlayayım. İnşallah su da gələr. Bak var ya, bak da naporla gəlmir. Buna görə adam hadi işini görə bilmir. İşte hazırlayacağım. Birinci. İnan, saat 2'dir. Hələ indi gəlib çıxmışam. Saat 9'dan evdən çıxam. Mən indi tez qıza bunu hazırlayayım.
Bunu insanlar içine gerçeğin tam yırdım. aynısı değil mi? Evet. Şimdi Yani bunlar farkı üstü anlayamıyorum ama bu üstü. Jeremy'nin anlayamayacağı anlamına gelmez. Merak etme. Su da işe hələ yarar. gəlməyib. Muhtemelen dolandırıldığını Bilmirəm, düşünür. gələcək, Bizden gəlməyəcək. şüphelenmez. Tamam. Susuz çox çətin. Hadi bakalım. Susuz neynəmək olar Tamam. ki? Ben burada kalmayacağım. İyi şanslar. Ve umarım doğru kararı verirsin. Ay sağ ol. Evde değilsin sanmıştım. Qızlar, mən kartuşkanı belə Odamda ne qoyuram. yapıyorsun? Çox da gözəl pişir. Hiçbir şey. Qızlar, mən kartuşkanı belə qoyuram. Çox da qəşəng pişir. İlk seferde Bak net sonra buldun içini seni. yarıp içine yağ da koyup Peki. yiyirlər. Odadan çık. Çok qəşəng Yeni olur. spor ayakkabılar çıkıyor ve almam lazım. Bekle. Aslında neden benimle gelmiyorsun? Spor ayakkabı işine iyi bir giriş olur. Bilmiyorum. Hadi işin inceliklerini göstereyim. Pijamalarını çıkar, arabada buluşalım. Peki Qızlar, bu tamam. mətbəxçi bol qoydum. Belki Levent'si. Yani bunları 200'e aldım ve İçinden muhtemelen dağılmasın. üçe satacağım. Vay. Çünkü Bu kadar ben hızlı 100 dolar belə kazandığına tikəndə inanamıyorum. evdə Bazen xoşları daha gəlmir. fazla. Yəni, ona görə mən də tikmir. Hala, geldi mi dostum? Tamam, Ən yaxşı harika. belə mətbəx çubuğu, Görüşürüz. Bu neydi? mətbəx çubuğuna bağlayın Onları şimdiden sattın mı? Hayır, ki belə yaxşı olsun. Həm dağılmasın, Hayır. belə şu an xoşlanmırlar. dünyalıklarımı Evdə satıyorum. tikəndə xoşlarına gəlmir. Şərbət də hazırladım. İçinə biraz limon suyu da sıxdım. Hətta bir dənə çərdək də düşüb. Belə qızlar. Qızlar, Türk pahlavasını belə hazırlayıram. Amma ki, mənim tam yadımdan çıxıb ki, Türk pahlavasının yoxasını çıxardım qoyum kölədə. Tam yadımdan çıxıbdı. Elə getmişəm. Sonra bir də evə gələndə yadıma düşüb ki, ay mən Türk pahlavasının yoxasını çıxartmamışam. Tamam yadımdan çıxıbdı. O da hətta 2 saat, 3 saat çöldə qalanda çox yaxşı olur da. Donu açılır, rahatlar çıxır. İndi göstər qızlar, bəziləri cırıldı. Heç də heyf olmur. Mən aralarına atıram. Heç nə olmur da. Yəni rahat istifadə edirəm. Qızlar, mən belə 7 dənə yığıram. Sonra biraz kərə yağı əlavə edib, sonra qozunu əlavə edirəm. Sonra 7 dənə də üzərinə yığıram. Sonra tam doğrayandan sonra kərə yağını üzərinə əlavə edirəm. Amma biraz mən kərə yağına da mütləq bitki yağı qatıram qızlar. Onda yaxşı olur. Lap belə kövrək qəşəng çıxır. Bunlar çox gözəl yuxalardır qızlar. Bilmirəm necə hazırlayırlarsa, mən belə hazırlayıram qızlar. Bildiyim belədir. Yəni yaxşı da çıxır. Yəni bacardığım budur. Axşam qızlar qoz seçmişdim. Sonra doğradım. 2 stəkan qoz əlavə edirəm. İndi gərək qalan qozda gərək seçim ağardım. Bayramadan nə qalıb ki, daha içində qalmayıb bayrama. İnşallah gərək onu da eləyəm. Allah qoysa qızlar, bunu inanırlar 3 saatin içində eləmişəm. Həm ləvəngi, həm Türk pahlavası eləmişəm. Sonra süfrə açmışam. Qabları yudum. Su az gəlsə də yenə də qabları yudum. Belə qızlar. Qızlar, belə hazırladım. İndi bunu tez bişirim. Sonra ləvəngiyin qoyum.
Bu kadar yağ çox olmağına baxmayın qızlar. Yəni bu qədəri budur. Yağ az olanda mən də yağ az istifadə eləmişəm əvvəllər. Yaxşı çıxmayıbdı. Amma indi belə bir paşka möcüzədən istifadə edirəm. Biraz da duru yağ əlavə edirəm. Onda qəşəng olur. Belə qızlar. Görürsüz, heç yağı qalmır. Yavaş-yavaş canına hopur. Qızlar, indi yoldaşıma gül alıbdı Çərşənbə bayramına görə. Bu hələ qızlar tam açmayıbdı. İnşallah açanda sizə bir göstərəcəm. Bu da çox qəşəng güldür. İnşallah açanda sizə göstərəcəm. Çox qəşəng güldür. Belə qızlar. İndi keçim qızlar süfrəni hazırlayın. Türk baklavası da pişir. Maşallah çok güzel. Kimin istemişsin sana yapalım. Çok güzel görünüyor ama. Baklava da pişti. Şerbetini de dökün. Kısa belə çıxdı. İyi. Gitmem gerek. Çok geç kalma. Kızlar bu inşallah çok hoş diyor. Siz de bir defa evde hazırlayın. O kadar tatlı olur. İçine ama siz fındık koyun. Ben bu defa fındık koyabilmedim. Çünkü fındığım hazır yok idi. Ya fındık da hazırlayabilmedim. Ya fındık ya badam. Siz istifadə edin içinde. Çok tatlı olur kızlar.
Çox danışıram Bahar. Novruz bayramınız mübarek olsun. Hediyyet elinde hocalar gelir. Aziz bayramımız mübarek olsun. Mübarek olsun. Mübarek olsun. Novruz bayramı mübarek olsun. Mübarek olsun. Aziz bayramımız mübarek olsun. Sana güzel İbrahim'a hoş ettiler bu şirin cana. Novruz bayramınız mübarek olsun. Mübarek olsun. Yana hoş etin yayılır. Kuşların cana. Novruz hoş geldin Azerbaycan'a. Novruz bayramımız mübarek olsun. Saçaklar gelir tellerin kimi, şarkılarını oynayır tellerin kimi. Pınar, ay Pınar, gözlerini. Yavaş, birbirinizi gözleyin. Ay gelin gelin. Birbirinizi gözleyin. Qızlar biraz da güldük. Uşaqlar tonqal qalayan yerdə səndimə su var imiş. Su şılanqıda əriyib partladı. Biraz ona güldük. Qızlar, daha sağ olun. Allah'a emanet olun.